Salam, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Azərbaycan Respublikasının geoloji quruluşu ilə bağlı olacaqdır. Bildiyimiz kimi, Azərbaycan Respublikası Avrasiya və Ərəbistan tavalarının toqquşması nəticəsində indiki Böyük və Kiçik Qafqaz dağlarının yerində adalar yaranmış, Kaynazoy erasında isə həmin adalar hündürləşməyə və böyük dağlara çevrilməyə başlamışdır. Həmçinin Kaynazoyun sonunda da Azərbaycan ərazisindəki düzənliklərin yanaşması ilə müasir Azərbaycan ərazisi formalaşmışdır. Və bildiyimiz kimi Azərbaycan ərazisi tamamilə geosixinal zonadır və bu ərazilər belə deyək, tamamilə aktiv ərazilərdir. Vulkan və zəlzələ proseslərinin baş vermə ehtimalının olduğu ərazilərdir. Düzdür, bizdə fəaliyyətdə olan vulkanlar olması da Qarabağ vulkanik yaylasında sönmüş vulkanlara biz rast gəlirik. Həmçinin zəlzələlərin olma ehtimalı olan ərazilərdir. Çünki biz tamamilə Alp-Himalay qurşağında yerləşən bir əraziyik. Azərbaycan Respublikasının ərazisi 5 tektonik zonaya ayrılır. Bu tektonik zonalara Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür çökməsi, Kiçik Qafqaz qalxması, həmçinin Orta Araz çökməsini biz aid edə bilərik. Gəlin ilk öncə Ön Qafqaz çökməsinə baxaq. Ön Qafqaz çökməsinə biz diqqət yetirsək, Ön Qafqaz çökməsində Samur dəvəçi ovalığı, Şollar düzü, həmçinin Qusar maili düzənliyinin bir hissəsi yerləşir. Bir daha qeyd edirəm, Şollar düzü, Samur dəvəçi ovalığı və Qusar maili düzənliyinin bir hissəsi yerləşir. Böyük Qafqaz qalxmasına isə Böyük Qafqazda yerləşən Baş Qafqaz silsiləsi, Sudur silsiləsi, Yan silsilə, Qovdağ, Niyaldağ, Ləngəbi silsilələri, həmçinin Abşeronun təpəlikləri və Ələt tirəsi bu zonaya aid olacaqdır. Demək, bir daha qeyd edək, Baş Qafqaz silsiləsi, Yan silsilə, Sudur silsiləsi, deməli, bu hissədə Qovdağ, Niyaldağ, Dübrar silsiləsi və Abşeronda Ələt tirəsi və Abşeronun təpəlikləri biz bura aid edə bilərik. Digər bir hissə isə Kür çökməsidir. Kür çökməsinə Azərbaycan ərazisində yerləşən əksər düzənliklər aiddir. Yəni biz bura Ceyrançöl, Acnohur, Qanıq Əyri çay zonasını, Şirvan düzünü, Gəncə Qazax düzünü, Xunan düzün, Qarabağ düzün, Hərami, İncə və Geyan düzü, yəni Arazboyu düzənliklər, Mil düzü, Muğan düzü, Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, həmçinin Lənkəran ovalığını aid edə bilərik. Bura, yəni Azərbaycanın əsas böyük düzənlikləri Kür çökməsində yerləşir. Daha sonra biz Kiçik Qafqaz tektonik qalxması haqqında danışsaq, Kiçik Qafqaz tektonik zonasına Kiçik Qafqazın əsas silsilələrindən olan Şahdağ silsiləsi, Murovdağ silsiləsi, Şərqi Göyçə, Qarabağ vulkanik yaylası, Qarabağ silsiləsi, həmçinin Naxçıvan ərazisində yerləşən Zəngəzur silsiləsi və Dərələyək silsiləsi, bir də ki, Naxçıvanda yerləşən Gülüstan, Yayçı və Ordubad düzləri, bir də ki, Talış dağlarının silsilələri olan Bulovar, Peştəsər və Talış silsilələrinin aid edə bilərik ki, bunlar hər biri Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Və sonuncu tektonik zona, təbii ki, Araz tektonik zonasıdır. Araz tektonik zonasına Sədərək düzü, Şərur düzü, Böyük düz, Naxçıvan kimi düzləri aid edə bilərik ki, bu ərazilərdə deməli Naxçıvan Arazboyu düzənlikləridir və Araz tektonik çökməsinə aiddir. Və bu tektonik qırılmalar zonası təbii ki, bir-birinə sərhəd təşkil edir və bu qırılmalar zonasında belə deyək, yəni yamaclar dik olur. Həmçinin bu ərazilərdə sürüşmələrin baş vermə ehtimalı daha böyük olur. Mineral suların yer səthinə çıxma ehtimalı daha böyük olur. Həmçinin bayaq qeyd etdiyimiz kimi Azərbaycan ərazisi geosixinal zona olduğu üçün bizim ərazilərdə yəni zəlzələ prosesinin baş vermə ehtimalı daha çoxdur. Xüsusən Azərbaycanda Şamaxı ərazisində, həmçinin Gəncə ərazisində, həmçinin Naxçıvan ərazisində, deməli Naxçıvanda Qapıcıq hissədə 8-9 balıq zəlzələ xətləri bu ərazidən keçir, zəlzələ zonasında yerləşir. Həmçinin Küraraz ovalığı, Talış dağları, Abşeron zonası, Qusar maili düzənliyi və Böyük Qafqazın bir çox hissələri 7 ballıq zəlzələ zonasında yerləşir ki, bu ərazidə kifayət qədər tektonik zona hesab edilir. Biz Azərbaycan ərazisində yayılmış süxurlara baxsaq, deməli
Azərbaycan ərazisində yayılmış süxurlar əlbəttə ki, bizdə kriptozoid ionunun, yəni arxev və proterozoid dövrünə aid hər hansı bir süxura rast gəlinmir. Azərbaycanda ən qədim süxurlar fanerozoid ionunun paleozoik erasına aiddir və paleozoik erasına aid olan süxurlar yayılmışdır Tovuz rayonu ərazisində, Zəyəmçay və Əsrikçay ərazisində, yəni bu çöküntülər Azərbaycanda yayılmış ən qədim süxurlara aiddir. Həmçinin Naxçıvan ərazisində, deməli, Dərələyəz silsiləsində, bu hissədə Dərələyəz silsiləsində, həmçinin Sədrəş qalxmasında. Bunlardan da alt paleozoik erasına aid olan süxurlar Tovuzun Əsrikçay və Zəyəmçay zonasına aiddir. Deməli, üst paleozoik zonasına aid olan süxurlar isə Dərələyəz silsiləsi və Sədrəş qalxmasına aid ediləcəkdir. Azərbaycanda digər dövrün süxurları, təbii ki, Mezozoik dövrünün süxurları geniş yayılmışdır. Mezozoik dövrünün süxurlarından biz Trias dövrünün çöküntülərindən danışsaq, Azərbaycanda Trias çöküntüləri əsasən Naxçıvanda Dərələyəz silsiləsi ətrafında yayılmışdır. Jura dövrünün çöküntülərinə biz Böyük və Kiçik Qafqazın yüksək dağlıq silsilələrində, yüksək dağlıq zirvələrində, Trias dövrünün çöküntülərinə isə Böyük və Kiçik Qafqazın nisbətən orta dağlıq ərazilərində rast gələ bilərik. Daha sonra biz Kaynazoy erasının çöküntülərinə keçid eləsək, Kaynazoy dövrünün paleogen çöküntülərinə, bunlar əsasən 3-cü dövrün vulkanik çöküntüləridir. Həmin çöküntülərə biz Talış dağlarında, Talış, Peştəsər və Brovar silsilələrində, həmçinin Naxçıvan ərazisində biz deməli bu ərazilərə rast gələ bilərik. Naxçıvanın əsasən orta dağlıq zonalarında biz bu belə deyək, çöküntülərə rast gələ bilərik. Bunlar 3-cü dövrün vulkanik çöküntüləri hesab olunurlar. Həmçinin Şahdağ silsiləsində də biz əlbəttə ki, paleogen dövrünün çöküntülərinə rast gələ bilərik. Neogen dövrünün çöküntülərinə baxsaq, Neogen dövrünün çöküntüləri Qobustan, Abşeron zonasında, həmçinin Ceyrançöl, Azunuhur zonasında, Böyük Qafqazın şimal-şərqi, yəni Qusar maili düzənliyində biz bu çöküntülərə rast gələ bilərik ki, bunlar da Neogen dövrünün çöküntüləridir. Azərbaycan düzənliklərində ən geniş yayılmış süxurlara antropogen, yəni ki, 4-cü dövrün çökmə süxurlarına biz bunları aid eləyə bilərik. Məsələn, bu çöküntülərin yayıldığı ərazilərə biz Qanıqəyri çay vadisin, Küraraz ovalığı, yəni Şirvan düzü, Mil düzü, Muğan düzü, Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, həmçinin Lənkəran ovalığı, Arazboy düzənliklər, Gəncə-Qazax düzü və s. kimi ərazilərdə, yəni Azərbaycan düzənliklərinin əksəriyyətində 4-cü dövrün çökmə süxurları yayılmışdır. Azərbaycan ərazisində həmçinin 4-cü dövrün vulkanik süxurlarına da rast gəlinir. Vulkanik süxurlarına isə biz Qarabağ vulkanik yaylasında rast gəlirik. Yəni bu ərazidə təbii ki, vulkanik süxurlar müəyyən qədər yayılmışdır. Deməli, Qarabağ yaylasında təbii ki, biz vulkan izlərinə rast gəlirik. Burada sönmüş vulkanlar var. Biz bu vulkanlara Pəriçınqıllı, Ayçınqıllı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya, Böyük İşıqlı kimi deməli sönmüş vulkanları nümunə göstərə bilərik ki, bunlar yəni vaxtı ikən aktiv vulkanlar olub, lakin hal-hazırda sönüblər və püskürmürlər. Həmçinin Azərbaycan ərazisi bilirik ki, palçıq vulkanlarına görə, yalançı vulkanlara görə seçilən ərazilər hesab olunur. Yəni Azərbaycan dünyada palçıq vulkanlarına görə əsasən birinci yeri tutur və bilirik ki, palçıq vulkanlarında ən çox yayıldığı ərazilər neft-qaz ehtiyatları ilə zəngin olan ərazilərdir. Azərbaycan ərazisində də əsasən palçıq vulkanları Xəzər dənizində, həmçinin Abşeron zonasında, Qobustan zonasında, Şamaxı ərazilərində biz təbii ki, palçıq vulkanlarının yayıldığını görə bilərik. Yəni Cənub-Şərqi Şirvan düzündə və s. Və bu vulkanlardan ən hündürü Torağaydır. Torağayın da hündürlüyü təqribən 400 metrdir. Bununla yanaşı biz digər palçıq vulkanlarımıza Axtarma Paşalı, Qalmaz, Çeyrəki, Otman Bozdağ kimi vulkanları aid edə bilərik. Və bu palçıq vulkanları bildiyimiz kimi yəni əsl lavalı vulkanlardan, maqmatik vulkanlardan fərqli olaraq bunlar palçıq püskürürlər və bu palçığa biz deyirik salza. Yəni yer səthinə çıxan gilli palçığa biz deyirik salza. Və bu salza yer səthinə çıxıb bərkidikdə biz bunu brekçilər adlandırırıq. Və bilirik ki, biz Abşeron zonasında olan palçıq vulkanlarını qorumaq üçün Bakı və Abşeron yarımadasının palçıqlarının yəni qoruma məqsədi ilə dövlət
təbiət qoruğu da yaradılmışdır ki, bu qoruğda demək bu vulkanlar qorunur.